Toplum TV-nin həm təsisçisi Ələsgər Məmmədli hakim Azər Tağıyevin Azərbaycan qanunlarını pozduğunu deyib. Noyabrın 3-ü Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Məmmədli hakimin ötən həftə dediklərini xatırladı. Stat: Siz dediniz ki, biz cinayətkar olmadığımızı sübut etdirməliyik. Sizin etdiyiniz təqsirsizlik prezumpsiyası haqqında Konstitusiyanın 63-cü maddəsinin və Cinayət Məcəlləsinin pozulmasıdır. Qanuna əsasən heç kim hökm çıxmamış başqasını cinayətkar adlandıra bilməz. Belə çıxır ki, siz artıq dinləmədən, məhkəmə prosesi bitmədən qərarınızı vermisiniz. Statın sonu. Proses zamanı məhkəmənin tərkibinə etiraz edilsə də vəsatət təmin edilməyib. Ardınca Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovun dostu Şahin Məhrəmli ibtidai istintaqda imzaladığı ifadədən imtina edib. O bildirib ki, ifadə onun adından yazılıb və təzyiq altında oxumadan imzalayıb. Həmin ifadədə yazılıb ki, Akif Qurbanov qrant gecikdiyinə görə işçilərin maaşlarını vermək üçün ondan 30 min manat məbləğində borc istəyib. Şahin Məhrəmli dostunun ondan borc istədiyini təsdiqləyib, lakin səbəbini soruşmadığını bildirib. Daha sonra müdafiə tərəfi şahidin 30 sutka inzibati həbsə məhkum edildiyini xatırladaraq ondan bunun səbəbini soruşublar. Polisə müqamət adı ilə saxlanıldığını xatırladan Şahin Məhrəmli deyib ki, polislər ona Akif Qurbanovla dostluq etdiyinə görə həbs olunduğunu bildirib. Dindirilmə davam edərkən Toplum TV-nin əməkdaşı və yazıcı Cavid Ramazanov da ibtidai istintaqdakı ifadəsini təzyiqlə verdiyini bildirib. O, saxlanılarkən vəkillə təmin edilmədiyini, haqqında həbs qəti imkan tədbiri seçiləcəyi barədə təhdid edildiyini deyib. Ötən il mart ayının 6-sından bu yana Toplum TV işi üzrə 10 nəfər cinayət törətməkdə ittiham olunur. Təqsirləndirilənlərin qaçalmacılıq daxil bir neçə maliyyə cinayətində iştirak etdiyi iddia olunur. Özləri ittihamların qurama olduğunu və siyasi səbəbdən həbs olunduqlarını bildirirlər.